Doktor, axşamınız xeyir. Akşamın xeyir ay kızım. Ay doktor, mənim ayağımda, tabanımda şpor var. Bir-iki kursa müalicə elətmişəm. Heç xeyir olmuyor. Aha. Spor o o plaster yapıştırırlar. Ondan da yapıştırdın xeyir olmadı. Nədə? Plaster yapıştırırlar. Spor için plaster olur. Yox, plaster yapışdırmadım, amma iğne dərman belə. Yo yine derman gedib buda vurulan iğne gedib ayağın altında spora ne edecek ki? O yine dermanlık iş yoktu orada. Yeri ne olsa yeri olmalı. Ben size bir iki məsləhət verim. Çok sağ ol sualınıza göre minnettarım. Demek götürürsünüz dediğim için birinci plasterla yoxlursunuz. Aptekten alır yapıştırırsınız tabanınıza. Qalır. Bir neçə gün davam eləyir. Bir 10 gün, 15 gün. Vaxtın effekti yoxdur. Kəsirsən soğanı dairəvi bağlayırsan axşamdan ora, sabah açırsan. Xeyli bunu dersən gördün effekti yoxdur. O şpor olan yeri demək sodalı su düzəldirsən, içine bir 20 damcı yod qatırsan, ayağını salırsan içerisine. Sonra Perex əlavə edirsən. Ayağın qalır içerisinde. Sonra çıxardırsan ve plaster ondan sonra yapıştırsan daha yaxşı olur. Çünkü artıq o şpor yumuşalmış bir vəziyyətdə olur. Bəzən hətta elə olmayanda həmin yerə sarımsağı sürtkeçdən keçirib balla qatıb onu da bağlaya bilərsən. Bundan başqa təbii ki normalde gərək onda verilişimizi reseptə çərpilək. Bəsdir dediklər. Bir dənəsində deyim. Gördün alınmır lap axırda öz sidini yığırsan, bugün yığdığını sabah istidirsən ayağını salırsan, sahər yığdığını istidirsən birisi gün ayağını salırsan, birisi yığdığını daha birisi heç bir ziyanı yox, nə qədər eləsən effektini görəcəksən möcüzəvi şəkildə.